Vaxtınız xeyir olsun, əziz və hörmətli bacılar, qardaşlar, Azərbaycanın namuslu, qeyrətli insanları. Sizi İmişli rayonundan, İmişli şəhərimizdən, Nur şəhərindən, Qəhrəmanlar şəhərindən şəhidimiz Elnur Bayramovu tanış edəcəm, əziz dostlar. Biz əhdimiz odur ki, bütün regionlarımızda şəhidlərimizin ailələrini, evini çəkəcəyik, sizlərə tanıtdıracağıq və dünya Azərbaycanlarına çatdıracağıq. İnşallah bu yolda bizi Allahım gücünü əsirgəməsin, zəkamıza zəka versin, hər zaman xidmətində olaq bu qardaşlarım. Və yeri göyü yaradan Allahdan arzu edirəm ki, əziz dostlar, əziz millətim, başda Ali Başkomandan öz əskərinin önündə, ruhları önündə Allah biz xalqı utandırmasın. İlahi, amin. Və gördüyünüz kimi cəngavər qardaşlarımız, nur üzlü qardaşlarımız bu xalqa, bu vətənə, bu millətə namus yolunda, şərəf yolunda torpağını qeyrətli oğullarımız getdi, canlarını fəda etdi, şəhid oldular. Məqamını Allah uca eyləsin. Bir evdə 3 qardaş, hansı ki fakt mən necə sizə deyirəm, mənim proqramın adı 3 qardaşdır və bir evdən 3 qardaş bax bu ailədir. Şəhid, qazi, veteran ailəsi. Və gördüyünüz kimi bu nur üzlü qardaşlarım bu kənddən kəndimizin adı Şahverdilər kəndində bu 3 qardaş gördüyünüz bu nur üzlü bu qardaşım veterandır. Böyründəki gördüyün o qardaşım ikinci insan qazidir. Özü də buradadır. Gördüyünüz bu qardaşım, tanış edəcəm sizdən. Və bir də veteran qardaşım da budur. Gördüyünüz şəhid qardaşım. Şəhid qardaşım da budur. Kəndin uşaqlarıdır. Bunlar da qazidir. Həmisindən sabah görüşdüyümüz olacaq. Bizim çox dəyərli şəhidlərimizin hamısı bizim üçün dəyərlidir. Onun mövlud gündən mən gəlmişəm çəkilişə və mən də istəyirəm ki, unudulmuş şəhidlərimiz də ki var, onları da çəkiliş edəcəyik. Sadəcə olaraq bu ev mənim müqəddəs bu torpağın yeni 44 günlük müharibədə şəhid olmuş qardaşlarımızın ruhu şad olsun. Onun 20-ci ildə, 28-i 10-cu ayda, məhz 20-ci ildə şəhid oldu. Şəhadətə qovuşdu. Rəbbim anasına səbir versin, evdəkilərin atasına səbir versin, evdəkilərə hər birinə ayrı-ayrı səbir diləyirəm Allahdan ki, onlar bilsin ki, Rəbbim onu öz dərgahına, şəhid qardaşlarım bilirsiniz, ölü deyirlər, onların ruhu hər zaman bizimlədir. Yeri göyü yaradan Allah, onların ruhu önündə biz xalqı bir daha deyirəm, utandırmasın. Çünki biz əbədi olaraq onları yaşadacağıq, şəhid, qazi, veteran ailəsi olaraq mən bu işin rəhbəri olaraq sizə söz verirəm, şəhid ailələri. Qapı-qapı hər birinizin qapını döyəcəm. Bizim üçün hər biri milli qəhrəmandır. Bizim üçün hər bir övlad bu, necə deyərlər, doğma vətənimiz Azərbaycanın işıqlı gələcəyin üçün canlarını fəda etdilər ki, bizlər yaxşı yaşayaq, anaları, bacıları yaxşı yaşasın. Onun üçün də dövlət və dövlət məmurlarına buradan səslənirəm. Şəhidlər heç vaxt unudulmamalıdır və xahiş edirəm ki, şəhidlər xiyabanında daimi ziyarət olsun, onların valideynlərin ürəyi şad olsun. Və sizi bugün, əziz qardaşlarım, şəhid atası ilə, qazimizlə, qazilərimizlə tanış edəcəm, vətənimizin dəyərli oğullarını sizlə tanış edəcəm. Və əziz ata, şəhid atası, xalqın dəyərli atası, dəyərli vicdanlı atası ki, oğlunu sən bu vətən üçün şəhid verdin. O vətənə qurban etdin. Allah məqamını uca eyləsin. Özünüzü xahiş edirəm, təqdim edin. Xalq qoy sizi tanısın. Hər biriniz ayrı-ayrı tanısınlar. Buyurun, ata. Kəndimizin adını, hər şeyi... İmişli rayonu Şahverdilər kəndinin sakini Bayramov Şəmsi Qoçoğlu, şəhid Elnurun atasıyam. Mən yenə də indi bütün çəkilişlərdə elə ətraflı da danışa bilmirdim. Yəni özüm çox kədərlənirdim. İndi hal-hazırda özümü sərbəst hiss edirəm. Bəli. Yəni mən 3 oğlumdan çox fəxr edirəm ki, yəni mənim oğlanlarım bütün Azərbaycanın
oğlanlar, qəhrəmanlar kimi bunlar da qəhrəmancasına döyüşdülər, çalışdılar və Namus, qeyrət qorudular. namus, qeyrət qorudular, Azərbaycanımızın başını dik elədilər. Yoldaş prezidentimizin ətrafında sıx birləşdilər, dəmir yumruq oldular. Yəni mənim yenə də deyirəm, üzr istəyirəm hamıdan da. Yəni iki oğlum aprel döyüşlərində də iştirak ediblər. Böyük oğlumla ortancıl oğlum. Orada da qəhrəmancasına da